Faydalı bildiyiniz bəzi qidalar böyrəklərinizi səssiz şəkildə xəbəriniz olmadan məhv edir. Hamı düşünür ki, duz və şəkər böyrəklərin əsas düşmənidir. Həqiqət fərqlidir. Kanala abunə olub videonu sona qədər izləyin. Çünki bu video doğru bildiyiniz yanlışlarla zəngindir. Sizi təəccübləndirən fakt hansı olacaqsa rəydə yazın, müzakirə edək. İndi isə böyrəkləri məhv edən 5 təhlükəli qida ilə geri sayımla tanış olaq. 5. Natriumla zəngin, emal olunmuş qidalar, paketlənmiş şorbalar, dondurulmuş hazır yeməklər, konservlər və fast foodların tərkibindəki natrium böyrəklər üçün ağır yükdür. Qan təzyiqini artırır, böyrək damarlarını zədələyir. Əslində əsas problem bu qidalarda natriumu normada saxlayacaq kaliumun olmamasıdır. Duzdan isə qorxmayın. Əgər duzu sevirsinizsə, onu bol kaliumlu qidalar, yəni yaşıl tərəvəzlərlə birlikdə qəbul edin. 4. Alkoqol. Alkoqol təkcə qaraciyəri deyil, həm də böyrəkləri məhv edir. Alkoqol dehidratasiya, susuzlaşma yaradır və böyrəklərin filtrasiya işini çətinləşdirir. Həmçinin alkoqol qanda iti, şüşə qırıntılarına bənzər urik turşusu kristallarını artırır. Bu kristallar böyrək toxumasını cızır və daş yaradır. 3. İşlənmiş qidalar, kolbasa və sosislər. Təbiətdəki protein böyrəkləri zədələnmir. Amma emal olunmuş ətlər fərqlidir. Fosfat konservatları, nitratlar və nitritlər böyrəklərdə turşu yükünü artırır. Nəticədə toxumaların çapıqlaşmasına və sərtləşməsinə səbəb olur. 2. Fosfatlı qidalar. İşlənmiş pendirlər, qazlı içkilər, dondurulmuş yeməklər fosfat qatqıları ilə doludur. Təbii qidalardakı fosfatın yalnız 30-40%, amma bu qeyri-üzvü qatqıların 90%-i sorulur. Arteriyalarda və sümüklərdə yığılan fosfat böyrəklərdə kalsifikasiya yaradır. 1. Şəkər və törəmələri. Şəkərli içkilər, şirniyyatlar, o cümlədən bal, fruktoza ilə zəngindir. Fruktoza yalnız qaraciyərdə metabolizə olunur. ATP-nin parçalanması isə sidik turşusunun artmasına səbəb olur. Sidik turşusu kəskin kristal olduğundan böyrəkləri zədələyir, daşlara və daimi çapıqlara səbəb olur. Nəhayət, böyrəklərinizi qorumaq üçün şəkərsiz yazılan bütün qida və içkilərdən uzaq durun. Ağrıkəsici dərmanlar böyrəklərə gedən qan axınını azaldır. Uzun istifadə daimi zədəyə səbəb olur. Qəhvə kremləri süd məhsulu deyil, istifadə etməməyiniz tövsiyə olunur. Təəccüblü olsa da, yaşıl semuzilər və duru yağlar da böyrəklərin dostu deyil. Böyrəkləri qorumaq üçün şəkər azaldın, kaliumla zəngin, təbii qidalar qəbul edin. Video faydalı oldusa, bəyənib abunə olmağı və dostlarınızla paylaşmağı unutmayın.